Hər kəsə salam, növbə kanalda sizləri xoş gördük. Səhhətimlə bağlı bir neçə gündür video paylaşa bilmirdim səhifədə. Allah şükür indi hər şey yaxşıdır, hər şey qaydasındadır və yenidən Allahın izni ilə video çəkməyə, məlumat paylaşmağa başlamışıq. Və bu gün də mövzu axınımız davam edir. Qısa xatırlatma edeyim ki, mövzumuza başlamamışdan öncə qısa xatırlatma edeyim ki, mövzumuz Forex bazarının prinsipləri və əsasları idi. Belə bir başlıqda mövzu açmışdıq və onun alt hissələri var idi, hansı ki birinci videomuz haqqında məlumat vermişdik. Və gəlib çıxdıq ticarət etmək üçün istifadə olunan analiz üsullarına, hansı ki o həmin analiz üsulları iki hissəyə bölünür: fundamental analiz üsulu və texniki analiz üsulu. Və ilk olaraq fundamental analiz üsulundan danışmaq istəyirəm. Fundamental analiz üsulunun əsas amilləri hansılardır? Fundamental analizin əsas amilləri hansılardır? Hansılar daxildir? Özüm üçün qeyd aparmışam və istəyirəm bunları sizin nəzərinizə çatdırım. Və videoda gördüyünüz kimi fundamental analizdə istifadə olunan əsas amillər 4 amili burada qeyd eləmişəm. Təbii olaraq bu amilləri artırmaq da olar. Lakin belə deyək, 4 amillə kifayətlənsək, daha doğrusu 4 amilə nəzər yetirsək, diqqət etsək, kifayətlənmək olar. Bura nə aiddir? İqtisadi göstəricilərdir, mərkəzi bankların qərarlarıdır, siyasi və geosiyasi faktlardır, xəbərlər və rəsmi açıqlamalardır. Və iqtisadi göstəricilərin özünə də daxildir. Faiz dərəcələri, inflyasiya, işsizlik göstəriciləri, ölkələrin ümumi-daxili məhsulları və digər təbii olaraq iqtisadi göstəricilər də bura aid eləmək olar. Mərkəzi bankların qərarlarıdır. Burada Fed və digər belə qurumların faiz qərarlarıdır, pul kredit siyasətidir, siyasi və geosiyasi faktlara aiddir, seçkilər daxildir, ölkələrdə baş verən belə deyək müharibələr daxildir və sanksiyalar olsun, istər beynəlxalq münasibətlər olsun, bunlar haqqında xəbərlər çıxanda dərhal belə deyək qrafikaya təsir göstərir. Xəbərlər və rəsmi açıqlamalarda isə iqtisadi təqvimdəki xəbərləri daxil etmək olar. Dövlətlərin və bankların, mərkəzi bankların rəhbərlərinin çıxışlarıdır, şirkətin maliyyə hesabatlarıdır və digər belə deyək xəbərləri və açıqlamaları bura aid etmək olar. Fundamental analizin belə deyək üstünləri barəsində burada qısa paylaşım etmişəm. Daha doğrusu qeyd etmişəm, fundamental analizin üstünləri uzun müddətli istiqaməti düzgün müəyyən etməyə kömək edir, güclü bazar hərəkətinin səbəbini izah edir, böyük investorların davranışını anlamağa imkan verir. Lakin fundamental analizin belə deyək üstünləri olduğu kimi müəyyən çatışmazlıqları da var. Belə deyək qısa müddət ərzində ticarət edən traderlər üçün elə də belə deyək uyğun analiz üsulu deyil. Fundamental analiz üsulu əsasən uzun müddətli yatırımlara, əsasən mən də belə deyərdim, səhm bazarına daha uyğun gələ bilər. Forex bazarında isə fundamental analizin təsiri mənim fikrimcə elə də çox deyil. Nəyə görə? Onun belə deyək, mənim fikrimcə Forex bazarında əsas belə deyək texniki analiz üstünlüyü təşkil edir. Fundamental analizin rolu isə iqtisadi təqvimə baxsaq, iqtisadi təqvimə baxmaq üçün belə deyək müəyyən səhifələr var, hansılar ki belə deyək siz onunla həmin səhifələrdən girib iqtisadi təqvimlərə baxa bilərsiniz. Hansı xəbərlərin olacağını, hansı belə deyək ölkələrin hansı nə cür xəbərlər çıxaracağını baxa bilərsiniz və fundamental analiz Forex bazarına təsiri ondan ibarətdir ki, xəbərlər çıxan vaxt əgər güclü xəbərdirsə, ani olaraq qiymət oynaması baş verir, ondan sonra isə yenidən bazar öz istiqamətini davam etdirir. Və mənim fikrimcə Forex bazarında fundamental analizin belə deyək rolu elə də çox böyük deyil. Lakin buna baxmayaraq traderlərin bəziləri bu fundamental analizin belə deyək üstün tuturlar. Fundamental analizlə daha çox belə deyək ticarət edən traderlər də var. Fundamental analizlə bağlı demək istədiklərim belə deyək bu qədər. Və fundamental analizə hansı iqtisadi
göstəricilər təsir edə bilər. Həmin belə deyək, göstəriciləri 4 punktdan ibarət olan göstəriciləri sizin nəzərinizə çatdırdım. Lakin ümumi fundamental analiz haqqında onu demək istəyirəm ki, fundamental analizin Forex bazarını götürsək, Forex bazarına elə də güclü təsiri yoxdur. Fundamental analizlə ümumiyyətlə iqtisadi göstəricilər olsun, istər və digər mühüm xəbərlər olsun, çıxan zaman bazara baxsaq, qrafika baxsaq, görə bilərik ki, qrafikdə ani belə deyək, qiymət sıçraması baş verir və yenidən belə deyək, qiymət öz trendinə doğru davam edir. Və yaxud da həmin xəbərlər çıxan vaxtı qiymət ani olaraq misal bazara daxil olunur, stop edib yenidən trendin axınına trendin daha doğrusu istiqamətinə davam edir. Ona görə də düşünürəm ki, fundamental analizin əsas istiqaməti səhəm bazarının üzərində olmalıdır. Çünki səhəm bazarında uzun müddətli, əgər siz səhəm alırsınızsa, səhəm yatırımı edirsinizsə, uzun müddətli yatırım etmiş olursunuz və uzun müddətli yatırım etmiş olursunuz da təbii olaraq fundamental analizi daim nəzarətdə saxlamaq lazımdır. Çünki şirkətlərin maliyyə xəbərləri çıxır, şirkətlərin ümumiyyətlə sanksiyalar çıxır, şirkətlərlə bağlı hər hansı beynəlxalq səviyyədə əlaqələri nə dərəcədədir, onlar haqqında məlumatlar çıxır. Ona görə də fundamental analizi əgər səhəm bazarına yönəlsək, orada daha çox belə deyək, nəticə əldə edə bilərik. Forex bazarı və kripto bazarda isə dediyim kimi yəni ani belə deyək, müəyyən səviyyələrə çatmaq üçün və yaxud traderlərin əksəriyyətini stop eləmək üçün və yaxud da belə deyək, bazarda çaşqınlıq yaratmaq üçün, manipulyasiya yaratmaq üçün xəbərlər çıxan zaman belə deyək, daha doğrusu bazara təsir edir. Ümumi mənzərəyə baxsaq, texniki analizlə bərabər, məsələn mən özüm sırf texniki analizlə bağlı belə deyək, analizə istiqamətlənmişəm. Fundamental analiz mənim üçün belə deyək, elə də məsəl üçün rol oynamır Forex bazarında təbii olaraq. Çünki və bu sizinlə danışa-danışa beynimdə fikirlər də formalaşır və fikirləşirəm ki, bəzi ola bilər traderlər o misal götürə bilərlər ki, kripto bazarda bir neçə ay bundan qabaq baş vermiş enişi nəzərə götürə bilərlər ki, hansı ki Trump efirdə, daha doğrusu Trump tweet yazdı və çıxışı olandan sonra belə kripto bazarı eniş etməyə başladı. Təbii olaraq bazara baxsaq, ondan qabaq səhv eləmirəmsə, yadımda deyil, ola bilsin, paylaşım etmişəm, ola bilsin, etməmişəm. Ondan qabaq mən bazar texniki analizi, ondan qabaq deyəsən texniki analizi eləmişdim, amma səhv eləmirəmsə paylaşmamışam və bəzi belə deyək, əməkdaşlara bildirmişdim ki, kripto bazarı artıq enişə getməlidir. Çünki kifayət qədər yüksəkliyə qalxıb, kifayət qədər bir maksimumunu yeniləyib və yenidən enişə doğru getməlidir. Yəni artım belə də ümumi bazarda, istər Forex bazarı olsun, istər kripto bazarı olsun, burada artım daim gedə bilməz. Müəyyən artım gedəndən sonra yenidən onu eniş edib, artım yenidən davam edə bilər və yaxud da enişə keçib müəyyən istiqamətdən sonra artım davam edə bilər. Və bunu fundamental analizi gəlib bağlamaq hardasa düzgün deyil. Amma yenə də fundamental analizi belə deyək, fundamental analizlə bağlı məlumatları, fundamental analizlə bağlı belə deyək, göstəriciləri nəzarətdə, diqqətdə saxlamaq lazımdır. Ümid edirəm ki, fundamental analizlə bağlı və istəsəz çox güman ki, videonun belə deyək, şərh bölməsinə öz fikirlərinizi bölüşə bilərsiniz və mən də belə deyək, həm bu videonun icmalına hansı iqtisadi göstəricilər, hansı belə deyək, saytlardan baxıram, onları yerləşdirəcəm və həmin saytlara baxıb orada belə deyək, həftə içi 5 gün ərzində hansı ölkələrin iqtisadi belə deyək, göstəriciləri çıxır, nə dərəcədə güclüdür, onları orada nəzarət edib baxa bilərsiniz. Fundamental analizlə bağlı bu qədər. Əgər çatdırmaq istədiyim əlavə bir mövzu olarsa, belə deyək, yenidən bu haqda video çəkə bilərəm. Elə ki, bu qədər. Ümumiyyətlə, dünya dəyişir, bazara baxış tərzi dəyişir.
analiz üsulları dəyişir və biz də dəyişməyə çalışırıq, inkişaf etməyə çalışırıq. Təbii olaraq müəyyən müddətdən sonra ola bilər ki, fundamental analizlə bağlı başqa videolar çəkmək olar. Növbəti videomuz texniki analizlə bağlı olacaq inşallah. Ümid edirəm ki, çox gözəl bir video alınar. Bu qədər. Səhifəyə abunə olmağı, videonu bəyənməyi və daha da bizim belə deyək motivasiya olaraq gözəl video paylaşmağımız üçün bizə kommentarlar yazmağı, öz fikirlərinizi, istər mənfi fikirlər olsun, istər müsbət fikirlər olsun, fərq etməz. Çünki bu sahədə mənfi rəylər alan da var, müsbət rəylər alan da var. Təbii olaraq bunu qəbul edib daha yaxşıya doğru getmək lazımdır ki, daha çox müsbət xəbərlər, daha çox müsbət, daha doğrusu fikirlər əldə edək. Hər kəsə uğurlar. Növbəti videoda görüşərik.